Bu gün həqiqətən də kilit nöqtə deyiləcək mahiyyət daşıyacaq bir mövzu haqqında danışmaq istəyirəm. Yəni kanalda da izləyicilərin bir çoxu soruşur. Hər nə qədər qısa-qısa videolarda toxunsam da, bu dəfə ətraflı çəkmək qərarına gəldim. Məlumdur, 10-cu sinifdən 11-ci sinifə keçən bir neçə tələbə var. İndi onlarda bir sual yaranır. Yay tətilini dincələkmi, yoxsa ancaq dərs oxuyaqmı? Dərs oxusaq bizə bir fayda gətirərmi, yoxsa ilk başlayanda yorğun olarıqmı? Bu kimi suallar yaranır və bu videoda onları tək-tək cavablandıracaq. İlk olaraq yay tətilində ancaq istirahət deyə bir şey olarmı? Məlum, yəni ortada istirahət etməmək üçün bir səbəb görünmür ki, 11-ci sinif kimi yorğun bir dönəmə girəcəksən, ağır bir dönəmə girəcəksənsə, istirahət sənin üçün dərman mahiyyəti daşıyır. Bir digəri isə, məsəl üçün, deyə bilərsən ki, məsələn, 10-cu sinifdir, çoxlu çalışmışam, 11-ə açıq başla, açıq zeynlə girəcəm deyirsən. Ancaq unutma ki, dostum, 11-ci sinifin yay tətilində çalışmasan, hər nə qədər toparlaya bilsən də, istədiyin nəticəni yığa bilsən də, səni geridə qoyan rəqiblərin olacaq. Mən görürdüm ki, həqiqətən də bu yay dönəmində mənimlə paralel qızğın şəkildə çalışan tələbələr, abituriyentlər olurdu. Və onların bir çoxu həqiqətən də bu il mənim qədər, məndən yaxşı nəticələr göstərdilər. Və bu onların çalışmasının meyvəsi. Və əziz dostum, deyəcəyim də odur ki, bütün yayı özünə yüklənib, ay mən 300 bal yığacam, 700 bal istəyirəm, Respublika birincisi. Bunlar çox gözəl hədəflərdir. Həqiqətən də istəyərdim ki, izləyicilərim və hər hansı bir videomu bir dəfə izləmisənsə 700 bal yığmağın həqiqətən də ölkəmiz üçün çox böyük bir addım olardı. Bunu mən də istəyərdim. Ancaq 700 bal yığacam ayağına gedib yay tətilini özünü yorma. Çünki il başlayanda çox çətin bir vəziyyətlə rastlaşacaqsan ki, eynisini mən də yaşayırdım. Nə edə bilərsən? Burada kilit nöqtə nədir? Dərsdən qopmamaq. Yəni sənin məqsədin ağır dərs çalışmaq, tempolu, disiplinli dərs çalışmaq deyil də dərsdən qopmamaq olmalıdır. Məsələn, bu gün mən nə edirdim? Qısa bir yay tətilim haqqında yadımdan qalan qədər danışım. 2025-ci ildə 10-cu sinifdən 11-ci sinifə keçmiş bir tələbəyəm. Yay tətilində belə edirdim. Səhər dururdum, səhər saat 7-də mütləq yürüyüşüm olurdu. Çıxır bir 10.000 addım atıb evə gəlirdim. Daha sonra isə Azərbaycan dilindən 2 mətn işləyirdim. O 20 sınaq kitabı var demin. Bilmirəm, bilirsən yoxsa bilmirsən və ya işləmirsən və ya işləməmsən, onu təkrar işləməyə başlamışdım. Sadəcə gündə bir dənə sınaq işləyirdim, 20 sınaqdır. İngilis dili 20 sınaq kitabından bir sınaq işləyirdim. Eyni ilə riyaziyyatdan da topludan 30 sual işləyirdim. Blokdan çalışma olaraq da kimyadan gündə 30 test işləyirdim və fizikadan da gündə bir bölmə qayda oxuyurdum. Biologiyadan da eyni şəkildə. Yəni günlük çalışma müddətləri daş çatlasa 3-4 saatı tapırdı. Və demirdim, yəni gün ərzində özümü çox da yormurdum. Çünki nə ilə rastlaşacağımı bilmirdim. Məlum, bir dəfə 11-ci sinif olmuşdum deyə etdiyim xətalardan biri də vardı. Avqust ayının dibinə qədər çalışmışdım da deyə bilərəm. Yəni 3 saat, 4 saat avqust ayında da davam edirdim. Bir insan bir işi müəyyən qədər edə bilər, ancaq bu davamlı olaraq baş verən bir prosesdirsə, əlbəttə insan canlı bir varlıq olduğuna görə günün sonunda yorulur. Buna görə də nə deyə bilərdim? Daha çox şeylərə yönəlin. Məsəl üçün, il sonu avqustda bir 15 günlük, 14 günlük, bir 10 günlük özünüzə istirahət ayırmağa çalışın. Həmin istirahət müddətində biraz dincəlin, biraz ara verin, biraz fasilə edin, özünüzə vaxt ayırın, nə bilim təmiz havaya çıxın, dostlarınızla kafeyə gedin, oyunlardan xoşunuz gəlmirsə, nə bilim məsəl üçün oyunlara qarşı bir bağımlılığınız varsa, lap gedin oyun oynayın, bir film izləyin, sevdiyiniz insanlarla, sevdiklərinizlə vaxt keçirin. Bu son 15 gündə özünüzü, necə deyim, zehinsel olaraq 11-ci sinifin ambiyansına, 11-ci sinifin ab-havasına hazırlayın. Çünki həqiqətən də sizi çox çətin bir dönəm gözləyir. Bunu özümdən bilirəm. Mənim dönəmim hələ də davam edir. İkinci cəhd üçün çalışmalara davam edəcəm. Ancaq dediyim kimi, məndən öncəki tələbələrə, məndən öncəki abituriyentlərə məsləhətlər verim ki, mənim yıxıldığım yerlərdə onlar yıxılmasınlar. Videom həqiqətən də sənə faydalı gəldiysə, bir amcılı bir şeylər öyrədə bildimsə, bir amcılı bir şeylər başa düşə bildinsə, nə xoş mənə, nə gözəl mənə. Dəstək olmaq istəyirsənsə, videoyu bəyənməyin, bir də kanala abunə olmağın mənim üçün yetərlidir. Dəstəklərin həqiqətən də mənim üçün çox önəmlidir. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.